Kameramızdan əvvəl verdiyimiz dərsdə prosta məndə SMS-lər silinmişdi. Ayan deyəsən atdı. Hamımız varıq. Bir dənə Ayan da şeydir. Siz deyin adını. Deyib ki, dərsi rekord edin. Qoşulacam deyə. Baxacam deyə bu dəfəlik. Yaxşı. Nəqliyyatın coğrafiyası. Dərsi kim oxuyub, kim öyrənib? Mən müəllimə. Aha, sən. Başqa? Başqa heç kim öyrənməyib dərsi. Hə, Zərnigarı başa düşdük. Bundan gələn dəfə Zərnigar qrupda özünə qeyd yaz ki, gələn dəfə iqtisadi coğrafiyanı Zərnigardan soruşma. Firuzə cavab verə biləcəksən? Oldu müəllimə. Tamam. Aha, Amin sən oxuya bildin dərsi? Yerini bilmirdim müəllim. Olar sabah danışsın. Hə, elə bil ki, bizdə 2 gün fizikidir, 2-4 fiziki coğrafiya günümüzdür, 1 gün iqtisadi coğrafiya günümüzdür. Yaxşı, demək bugün Soyal və Firuzə Müəllim, ikinci hissə test topusundan indi işlədəcəksiniz, yoxsa birinci hissə? Yox, 2. Hə, olur. Qızlar fizikidə 2-yə çatmışıqmı fizikidə? Mənim işləyirdi, onsuz da işləyirdi, yəni dərslər keçdikcə bəzi mövzuları. Aha. Bura çatmışıq da, yəni. Dimdən təzədən təkrar gedəcəm. Bir də ki, dimin... Salam müəllim. Salam, könül. Dimin elə bil ki, nəyini işlədəcəm. İndi gəlirik Soyalə. Soyal, sənə sual cavab edirəm. Nəqliyyatın coğrafiyası və beynəlxalq iqtisadi münasibətlər. 2 gün fiziki, 1 gün də iqtisadi. Başlayaq Soyal. Bəli. Konteynerləşmə nədir? Nə müəllimə? Konteynerləşmə. Tamam, görüntünü atım. Həm Olsun, görürsünüz. birinizin üzünü gördüm, ay Allah. Həm neçə il sonra. İllər sonra. Aha. Deməli, konteynerləşmə odur ki, bu iri metal yükləri olur. Onu yəni dəmir yolu nəqliyyatlarında falan daşıyırlar da, həmin o konteynerlərlə. Yükü metal qutuda daşımaq konteynerləşmədir. Bəs beynəlxalq coğrafi əmək bölgüsü nədir? Bu, deməli, bütün bu dünya üzrə, regionlar üzrə hansısa bir məhsul və yaxud da yəni də bu məhsulları və yaxud da hansısa bir xidmətin bölgüsü deməkdir. İxtisaslaşması, yəni hansı region o üzrə ixtisaslaşmışsa belə. Tamamilə doğru. Yük daşımada birinci yerdə olan nəqliyyat növü hansıdır? Yük daşımada. Tırlar. Nə? Tırlar müəllimə. Yo. Bax, nəqliyyat növləri var. Dəmir, avtomobil, dəniz. Deməli, birinci dəmir yoldur, sonra avtomobillərdir. Sonra müəllimə burada boru kəmərləri idi. Bunlar idi da. Yük daşımada birinci yerdə dənizdir. Dəniz, bəli. İkinci yerdə sən dediyin kimi dəmir. Sonra elə bil ki, digər nəqliyyat növləri gəlir. Bəs sərnişin daşımada birinci yer? Birinci avtomobillərdir də. Ay, sağ ol. Avtomobil nəqliyyatıdır. Bəs ikinci yer? Hava nəqliyyatları. Əlasan. Avtomobil nəqliyyatının üstün cəhəti? Avtomobil nəqliyyatları deməli xərci daha az olur. Yəni ki, onun xərci falan daha az olur. Bir də ki, daha rahatdır. Yəni ölçüsünə görə, kiçik olduğuna görə hərəkət etdirmək falan daha nisbətən rahatdır da. Bir də ən əsas yükü hardan hara daşıyır? Necə yəni? Yəni hər yerdən bax. Qapıdan qapıya. Avtomobil nəqliyyatının mənfi cəhəti nədir? Mənfi cəhəti odur ki, çox uzun yollar gedə bilmirsən. Bunlardır. Yəni ən böyük məncə budur. Bir də dağlıq ərazilərdə avtomobil nəqliyyatını inkişaf etdirmək mümkün olmur. Çünki relyefin elə bil ki, dikliyi artdıqca avtomobil yolunun çəkilməsi mümkün olmur. Yaxşı. Müəlliməyə de görüm. Elə bil ki, bu dəmir yol nəqliyyatından nə üçün istifadə olunur? Dəmir yolundan əslində çox şey üçün istifadə olunur. Birinci, məsələn, sərnişin daşıma deyə bilərik, ən primitiv. Bundan başqa, məsələn, kömür daşıma olur, nə hansısa böyük, məsələn, qaz falan da daşıyırlar da məncə. Yanacaq daşımaq olur.
daşımaq olur, amma belə deyək də, dəmir yol nəqliyyatından orta və uzaq məsafələrə yük və sərnişin daşımasında istifadə olunur. Yəni bizim açar məqamımız orta, bir də ki, uzaq məsafədir. Yaxşı. Bir dənə bir sual verim. Dağlıq ərazilərdə yamacı meylliliyi nə qədər olanda, neçə faiz olanda, neçə dərəcə olanda dəmir yolu çəkmək mümkün deyil? Deməli 60 dərəcə falan olanda. İraq olsun. 60 dərəcə olsa orada heç yol olmaz. 18-20. Yadınızda saxlayın, bu testdə açıq suala düşüb özdə. 18-20 dərəcə olanda dəmir yol nəqliyyatını inkişaf etdirmək mümkün deyil. Yaxşı. İndi müəlliməyə deyək, fraxt nədir? Fraxt. Fraxt. Amma dəmir yoluna aid idi. İraq olsun. Mənim yadıma düşmədi hansı idi. Dəniz nəqliyyatında istifadə olunan pul vahidi. Yəni normalda belə puldur, amma dəniz nəqliyyatında isə demək şeydir, pul vahidi olaraq fraxtdan istifadə olunur. Yaxşı. Bəs ucuz bayraq siyasəti nədir? Ucuz bayraq siyasəti bu xərc falan daha az olması üçün çıxarılan bir şeydir də. Yəni əsasən buna xidmət eləyir. Bəli, elə güclü ölkələr nisbətən daha az vergi vermək üçün zəif ölkələrin bayrağı altında bir növ üzürlər deyə bilərik. Yaxşı. İndi belə bir sual verəcəm müəllimə. ABŞ-ın iri dəniz limanları hansılardır ABŞ-ın? Dəniz limanları ABŞ-da. Ayda. Mən birini deyən yadıma düşəcək. Boston, hə bildim. Boston, New York, sonra New Orleans var idi. Finlandiya idi. Finlandiya, Philadelphia. Philadelphia, mən bunlar idi bəli. Bir də Los Angeles. Houston. Los Angeles. Yaxşı, Richard Bey hardaydı? Richard Bey. Richard Bey. Elə o da ABŞ, Qərbi Avropa. Carda. Bəs Newcastle? Newcastle, Qərbi Avropa. Avstraliya. İmtahan sualları idi. Newcastle biraz ad olaraq Avropaya yox, Amerikaya oxşuyur, amma aiddir hara? Avstraliyaya. Bu tərəfdən də Richard Bey də elə bil ki, nədədir? Bu tərəfdə, bəli, Afrikada Car ərazisinə düşür. Yaxşı. İndi keçirəm. Elə bil ki, dəniz nəqliyyatında ən mühüm boğazlar, ən çox yükün keçdiyi boğazlar. Boğazlara Dardanel deyə bilərik. Deyə bilərik. Bosfor, Dardanel. Sonra Bosfor boğazı. Başqa Reynə aid olan da biri var idi deyəsən. Yox, daha belə beynəlxalq ticarət olaraq fikirləş. Elə bunlar idi də məncə başqa. Cəbəlütari, Panama, bu tərəfdən Hörmüzü bağlayıblar. Lamanş. Bəli, Lamanş, Hörmüz, bunlar hamısı Malakkanın özü də ən çox yüklərin keçdiyi boğazlardır. Bu dəqiqə məsələn İran Hörmüzü bağlayıb, Hörmüz İrana məxsusdur da, dünyada hətta neftin qiyməti artıb, təsəvvür elə. Yəni bu qədər nəyi var? Yaxşı. Müəlliməyə de, saldo nədir? Saldo. Bu havaya aid bir şeydir. Yox, o biri beynəlxalq əlaqələr axırı dərsin. Beynəlxalq əlaqələrdə saldo müəllimə bu balanslaşdırmaq idi. Balanslaşmadır, hə. Yəni saldonun düsturunu yazmışdım illər əvvəl bu dərsi izah eləyəndə. Mənim yadıma düşmədi. İxrac, ixal bərabərdir ticarət balansı və ya saldo. İraq olsun. Bəli, qeyd eləmişdim. Hava nəqliyyatında əsas inkişaf edən qitələr hansılardır? Əsasən Avstraliya, sonra Avrasiya,
Avropa bir də Avrasiya, Avropa, Avropa, bir də Amerika. Şimali Amerika. Yaxşı, razıyam. Müəlliməyə de, Yaponiyada olan hava limanı hansı şəhərdə yerləşir və adı? Yaponiyada, Hı. Yaponiyada, Tokyoda. Tokyoda adı nədir? Elə Tokyo hava limanı deyil idi. Haneda. Yaxşı, bəs Parisdə? Parisdə bir dəqiqə, Reyn. Charles de Gaulle, səni döyəcəm. Yaxşı. İndi müəlliməyə de görüm. Aiz nədir ümumiyyətlə, aiz? Aiz azad iqtisadi zona. Bəli. Bunun əsas məqsədi nədir və ilk dəfə harda yaranıb? Əsas mənim bu iqtisadiyyatın inkişafını çatmağı, yəni inkişaf eləsin iqtisadiyyat, məqsəd budur. Başqa deyə bilərik ki, məsələn, bütün əhali, dünyadakı əhali işlə təmin olunsun, yəni insanların belə siyasi sabitliyi olsun ölkələrdə bunlar. Bir də əsas məsələ ticarəti inkişaf etdirsin, iqtisadi inkişafa nail olsun. Dediyin kimi bir də ki, işlə təminatdır. Aizlərin əsas məqsədi ticarətin daha da inkişaf etməsi, daha azad şəkildə inkişaf etməsidir. Bir də ABŞ-da yaranmışdı ilk dəfə. Bəli, ilk dəfə ABŞ-da yaranıb. Təşəkkür edirəm əzizim. Amma və lakin özün bildin ammaları. Daha oxu. İqtisadi dərslər, iqtisadi coğrafiya bizdən dəqiqlik tələb edir qızlar. Fizikdə yenə məntiqdən ay burada bu torpaq olarsa, burada bu təbii zona tapa bilirik. Amma iqtisadiyyat sizə konkretlik və dəqiqlik istəyir. İndi geçiyoruz Firuzəyə. Buyur Firuzə. Başlayaq səndən. Eyni suallar da verəcəm, müxtəlif suallar da verəcəm. Müəlliməyə de birinci, bu test bankında var. Beynəlxalq coğrafi əmək bölgüsü nədir? Deməli, bu regionun müəyyən məhsul sahəsində ixtisaslaşması, onun modernləşməsi, Tamamıyla doğrudur. Yük daşımaya görə birinci yerdə olan nəqliyyat növü? Birinci yerə dəniz aid idi. Sonra avtomobil. Dəmir yol. Dəmir yol. Dəmir yol, boru, sonra avtomobil. Və sərnişin daşımada birinci yer? Birinci avtomobildir orada. Sonra isə dəmir yolu. Sonra da digərləri hava. Birinci avtomobil, sonra hava, sonra dəmir. Yadında saxla. Bunun necə deyərlər, sırası düşür. Yaxşı. Belə bir sual verin müəllimə. Avtomobil yollarının uzunluğuna görə hansı ölkələr fərqlənir? DİM test bankında olan sualdır. Ölkələrdən ən çox fərqlənən ABŞ idi, Çin, Yaponiya, Hindistan. Bəli. Uzunluğa görə ABŞ, Çin, Yaponiya, Hindistan, bir də ki, Braziliya xüsusilə fərqlənirdi. Sən belə bir maraqlı bir sual verəcəm. Elə bil ki, Böyük İpək yolu təxmini olaraq deyə bilərsən, bütün şəhərləri yox. Təxmini olaraq hansı şəhərləri birləşdirir Böyük İpək yolu? Böyük İpək yolu Pekini. Ay, sağ ol, Pekin. Bakını. İstanbul ola bilər. Ay, sağ ol, İstanbul. Sonra Dərbənd, Daşkənd daha doğrusu. Bir də ki, dediyin kimi Pekini birləşdirir. Yaxşı. Müəllimə sən belə bir sual vermək istəyirəm. Müəlliməyə boru kəmər nəqliyyatından danış. Boru kəmər. Boru kəmər əvvəla neft və təbii qazların hasilatının daha sürətli şəkildə çatdırılması, ondan sonra onların ünvana tam vaxtında çatdırılmasında xüsusi rol var. Bunun inkişaf eləməsində gərək bu sahələrdə neft və qazın da inkişaf olsun ki, bu boru kəmər nəqliyyatı üstünlük verilsin, beləliklə inkişaf eləsin. Buna daha çox belə ərəb ölkələrini misal göstərə bilərik. Başqa
Məsələn, ərəb ölkələrindən Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Qətər, Səudiyyə Ərəbistanı bu kimi ölkələr deyə bilərik. Hətta ABŞ və Kanadanı da misal göstərə bilərik. Ağlasan tamam doğru. Şərq ölkələrindən də elə İranı deyə bilərik və digər ölkələr misal göstərə. Bir də Əlcəzairin deməli kəmərlərindən biri o idi ki, Əlcəzairdən İspaniya, bir də Əlcəzairdən İtaliya olmalı idi. Fransa. Aha, Fransa. Hətta demişdim 3 milyon Əlcəzairlini öldürüb Fransa həmin yatağı belə deyək, mənimsəmək üçün. Yaxşı. Belə bir sual verəcəm müəllimə sənə. Elə bil ki, Latın Amerikasında olan dəniz limanları. Latın Amerikasında, yəni Cənubi Amerikada olan limanları aşağıdan başlasın. Məsələn, Aires Turana var idi. Buenos Aires. Aha. Ondan sonra Santos var idi. Bəli, Santos. Yaxşı. Osaka hansı ölkəyə məxsusdur? Necə? Osaka hansı ölkəyə məxsusdur? Yaponiya. Ay, sağ ol. Yaxşı. Antwerpen hansı ərazidədir? Antwerpen. Hansı qitəyə düşər? Avropa ola bilər məncə. Əlbəttə Avropaya düşür. Yaxşı. Belə bir sual verim müəllimə. Avstraliyada olan dəniz limanları. Avstraliyada. Orada Avrasiya alım getdi deyirəm. Burada çox da. Məsələn var idi Bayaq sualın dediyi. Daha doğrusu demədiyi. Perth, Newcastle, Port Hedland, bir də Dunwich də oradaydı. Bəli, Dunwich oradaydı. Yaxşı, hava nəqliyyatının üstünlüyünü de. Hava nəqliyyatında daha çox qitədən qitəyə daşınma üçün istifadə olunur və tənzə sərnişinliyi, həmçinin yük daşımaqda da xüsusi üstünlüyü var. Başqa bir də hava nəqliyyatı ən gənc nəqliyyat növü olaraq da seçilmişdir. Daha çox bu nəqliyyatdan ABŞ, Yaponiya, Böyük Britaniya, Çin kimi ölkələr daha çox burada inkişaf eləmişdi. Yəni başqa nə deyə bilərəm? Düzdür. Yaxşı. İndi keçirəm belə bir sual verirəm sənə. Saldo nədir? Saldo. Saldo idi ki, yəni ticarət balansı idi. Bu Necə tapıldı ki, daşımın ticarət balansını? Bəli, ümumilikdə ölkəyə ixrac edilən məhsuldan çıxırdığı ixalını. Bu da saldo çıxardı. Bir dənə maraqlı sual verəcəm gənclər. Bunu ikinci hissədə qarşınıza çıxacaq. Hansı ölkələr var ki, çox inkişaf etmiş ölkələrdir, amma saldoları mənfidir, ticarət balansları mənfidir? Bu şeydir, burada ixrac çıxmasına etibarıydı. ABŞ, Böyük Britaniya, ondan sonra Fransa var idi. Bəli, tamamilə doğru. Niyə? Onun səbəbini mən sizə deyim. Elə bil ki, bunlar çox satırlar, çox alırlar. Niyə? Faydalı qazıntıları yoxdur. Ona görə də çox alırlar da, çox məhsul alırlar. Ona görə belə olur. Yaxşı, belə bir sual vermək istəyirəm. Aizin yaradılmasında ən əsas məqsəd nədir? Aizin yaradılmasında ən əsas məqsəd bu siyasi əlaqə yaratmaq, başqa belə deyim, əhalinin sabitləşməsi, tənzimlənməsi, yəni başqa nə deyə bilərik? Bir də iqtisadiyyat. Sağ ol sən. Demək, gəl mən biraz daha açım sizə buna. Bu
aizin yaradılmasında əsas məqsəd odur ki, ilk növbədə ölkənin coğrafi mövqeyindən istifadə etmək, dünya təcrübəsindən istifadə etmək ticarəti daha da yaxşı inkişaf etmək, yeni iş yerlərinin yaradılmasına səbəb olmaqdır. Bir də ki, nəqliyyatdan səmərəli şəkildə istifadə etmək. Belə bir sual verəcəm Firuzəcığım. Afrikada ən çox aizi olan ölkə? Afrikada ən çox bir dəqiqə yadıma salım. Afrikada yaşayan şey ola bilərmi? Kenya. Ay, sağ ol. Kenya. 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 Bəs Latın Amerikasında? Latın Amerikasında Argentina. Yox, Braziliya. Yaxşı. Ən maraqlı Avropada? Avropada çox bilmirəm. Amma ən çox şeydə olmalı. Çexiya idi. Məncə Çexiya idi. Tamamilə doğru. Demək, gənclər, Süneldən Firuzəni sual-cavab elədim. Növbəti dərs digərlərinə bu mövzudan da sual verəcəm. Çünki nəqliyyat qəbula düşür. Üstünə basa-basa deyirəm. İndi gənclər, müəllimə sizə iqtisadiyyatı izah eləyəcəm. Elə bütöv bölməni izah eləyəcəm amma. İndi oxuyanda özünüz görəcəksiniz. 11-ci fəsil var, dərsliklərinizdə. Azərbaycanın iqtisadiyyatına qədər. Bundan sonra bizim 1, 2, 3, 4 dənə falan dərsimiz qalır yəni. Niyə bunu izah edirəm? İndi siz görəcəksiniz ki, dərs tamamən Azərbaycan dili dərsi kimidir. Terminlər və izahından ibarətdir. Termin deyəcəm, izah eləyəcəm gənclər. Termin deyəcəm, izah eləyəcəm bu şəkildə. Birinci gəlir tələb, bir də ki, təklif anlayışı var. Məsəl üçün, iqtisadiyyat necə olur? Birinci dəfə mənimsəmə təsərrüfatı olub, mənimsəmə təsərrüfatından sonra natural təsərrüfat olub, yəni mübadilə ediblər. Daha sonra isə istehlak yaranıb, yəni bazar iqtisadiyyatı yaranıb, insanlar artıq pul meydana gəlib, bir şey puldan alıblar, veriblər və s. İndi burada artıq müasir dövrümüzdə 2 dənə anlayış var. Tələb, bir də ki, təklif. Tələb odur ki, istehlakçının məhsulu müəyyən bir qiymətə alma istəyidir. Amma təklif isə istehsalçının ona etdiyi təklifdir. Sahibkar, bir termin izah deyəcəm gənclər. Sahibkar gəlir əldə etmək üçün investisiya qoyan bir şəxsdir. Və belə deyək də, Azərbaycanda da sahibkarları dəstəkləmək üçün ABAD mərkəzi ailə biznesinə dəstək belədir. Nəyi? ABAD nəyi yaradılmışdı? Mərkəzləri yaradılmışdı. Bir də gənclər, var istehlak səbəti anlayışı. İstehlak səbəti odur ki, elə bil ki, əhalinin, yadınızda saxlayın, orta hesabla 1 il ərzində elə bil ki, əsas ehtiyaclarının cəmidir. Və bu istehlak səbətindəki xidmətlərin də sayı hər ölkəyə görə dəyişir. Məsəl üçün, İraq olsun, biz Uqandada yaşasaq, əgər bizim istehlak səbətimizə su, təmiz hava, təmiz su, çörək ya da yağ, zülal bunlar daxildirsə, artıq Avropada yaşasaq, bizim istehlak səbətimizə bilirsiniz nə daxil olacaq? İstirahət, digər məsəl üçün teatra getmək, kinoya getmək bu cür şeylər də daxil olacaq. Bu ölkənin əlbəttə ki, inkişaf səviyyəsindən asılıdır. Bir də var inflyasiya anlayışı. İnflyasiya pulun dəyərdən düşməsidir. Yenə deyirəm, inflyasiya pulun dəyərdən düşməsidir. Bununla yanaşı gənclər, səhm, bir də ki, istiqraz var. İstiqraz borc sənədidir. Səhm isə bəlkə eşitmisiniz, şirkət hissələrə bölünür və hər hissəni bir nəfər idarə edir. Elə bil ki, onun gəlirlərinin hissələrə bölünməsidir. Bir də var beynəlxalq maliyyə mərkəzləri. Beynəlxalq maliyyə mərkəzlərində 3 dənə əməliyyat həyata keçirilir. Maliyyə əməliyyatı, valyuta mübadiləsi, bir də ki, qızıl ehtiyatlarının alqısı və satqısı. Ən çox maliyyə mərkəzi, məsəl üçün New York, London kimi ərazilərdədir.
Və beynəlxalq maliyyə mərkəzlərində ticarət üçün evro, avro, dollar, yen, Yapon pul vahididir. Bir də funt sterlinqdən istifadə olunur. Bu da ABŞ-da istifadə olunan pul vahididir. Bir də müəllimə sizə leasing, bir də ki kredit anlayışını izah eləyəcəm. Kredit odur ki, müəyyən bir müddət ərzində əlavə faiz ödəməklə qaytarılan bir pulun miqdarıdır. Və kredit hətta sizin balansınıza da avtomatik şəkildə köçürülə bilər. Bir də var leasing. Leasing uzun müddətli, belə deyək də, icarədir. Məhsulun uzun müddətli icarəsidir. Məsəl üçün, belə bir şey deyim sizə. Tutalım bir kombayn almaq istəyir kimsə. 150 mindir də qiyməti. Leasing belədir ki, sən hissələrə bölüb faizi ilə birlikdə onu ödəyirsən. Əvəzində həmin kombaynı verir, pul vermir. Həmin kombaynı verir. Əgər və leasingdə gənclər, zamin tələb olunmur, amma kreditdə tələb olunur. Niyə leasingdə zamin tələb olunmur? Əgər tutalım sənə 12 ay leasingin varsa, 11 ayını ödəyib, 1 ayını yəni ödəməmisənsə, ödəyə bilməmisənsə, həmin kombaynı sənin əlindən götürürlər. Ona görə leasingdə girova ehtiyac olmur və ən çox yadınızda saxlayın, qızıl ehtiyatı olan ölkə ABŞ-dır, ikinci yerdə Almaniyadır. Soruşacaqsınız ki, Azərbaycan bu sıradadır. İlk 10-luqda təbii ki, deyilik. Azərbaycanın cəmi 30 ton qızılı var. 30 ton. Bir də var fərdi mülkiyyət, bir də şəxsi mülkiyyət anlayışı. Fərdi mülkiyyət odur ki, fərdin özünə məxsus. Məsəl üçün, tutalım, mən hər hansı bir sənət sahəsi ilə məşğulam, saxsı bir qab hazırlayıram. Bu mənim fərdi mülkiyyətimdir. Bir də var şəxsi mülkiyyət. Şəxsi mülkiyyət odur ki, elə bil ki, yaşayış evi, bina, maşın, bunlar hamısı şəxsi mülkiyyətə daxildir. Azərbaycanda bilirsiniz ki, mülkiyyətin əsas hissəsi dövlətə məxsusdur. Bununla yanaşı bələdiyyə mülkiyyəti var. Bələdiyyənin əsas işi odur ki, bələdiyyə QHT-dir, yəni qeyri-hökumət təşkilatıdır. Dövlət tərəfindən maliyyələşdirir, özünü maliyyələşdirir və hardan maliyyələşdirir? Büdcəyə daxil olan vergilər vasitəsilə maliyyələşir və bələdiyyənin də əsas funksiyası zibillərin toplanması, yaşayış yerlərinin abadlaşdırılması və s. kimi məsələlər daxildir. Və gənclər, beynəlxalq təşkilatlar var. Birinci BVF, yəqin eşitmisiniz, Beynəlxalq Valyuta Fondu. ABŞ-da, Vaşinqtondadır mənzil qərargahı. Sonra İslam İnkişaf Bankı, İEB. Bu İslam İnkişaf Bankının mərkəzi də Filippində, daha doğrusu Ciddədə, Səudiyyə Ərəbistandadır. Asiya İnkişaf Bankının mərkəzi isə Filippinin paytaxtı Manila şəhərindədir. Son olaraq müəllimə sizə holding, bir də ki, korporasiya anlayışını izah edəcəm. Bunu çox sadə bir şəkildə izah edəcəm. Holding odur ki, bir şirkətdir, böyük bir şirkət fikirləşin. Onun daxilində kiçik-kiçik şirkətlər var. Məsəl üçün, tutalım, tikinti şirkətində biri beton işinə baxır, nə bilim, digəri taxta işinə baxır, digəri ev proyektlərinə baxır. Bax, bu şirkətlər hamısı holdingin ətrafında birləşir. Amma korporasiya nədir? Korporasiya müvəqqəti yaranan birlikdir. Məsəl üçün, Azərbaycandakı tutalım, bütün sement zavodları birləşir və Qarabağın binaların tikilməsində iştirak edir. Yəni, bunlar müvəqqəti bir müddət, məsələn, saziş imzalayırlar ki, 2 il birlikdə fəaliyyət göstərəcəklər, amma eyni tip şirkətlər, məsələn, sırf sement, nə bilim, sırf tutalım, taxta şirkətləri də. Bundan sonra isə onlar öz müstəqil həyatlarına davam edirlər. Amma holding bir tərkibdə müxtəlif şirkətlərin olmasıdır. Belə gənclər, yəni bu dərsin əsas mən testdə düşən bütün terminlərini izah etdim sizə. İndi keçirik testimizə. Aha. Dim ikinci hissə. Testi yazmısınızmı? Bu Mən bəli. imtahandan sonra ilk buluşmamızda xətrinizə dəymirəm.
Amma və lakin siz dərs oxumasanız mən Yəni ilk deyil ki, iqtisadinin ilkidə bəli. ola bilər ki, tam alışmamısınız, öyrəşməmisiniz, nəsə də indi keyfiniz yoxdur, hər şey ola bilər həyatda. İndi mən bir dənə baxım nəyi açıram görəsəm. Dünya sənayesi 125-181. Əgər testin səhifəsini desəz, mən sizi çox sevərəm, çox istəyərəm. Desəm budur, hə? Yox. Bu. Baxa bilirsiniz qızlar. Dünya sənayesi səhifə. Mənim kitab mənim yanımda deyildi. Bir dəqiqə onda belə baxaq. Bu Azərbaycanla bağlı bir şeylərdir. Məncə bu əhalidən əvvəl. Əhalini işləmişikmi? Qızlar kömək edin. Bəli, mənim işləmişdik. Çarəsizcə gəzinirəm buralarda. Amma sənaye idi də mövzumuz. Dünya sənayesi 125-dən 180-ə kimi. Çalışdım. Gözüm. Azərbaycanın əhalisi. Dəqiqə deyirsən. Təbii ehtiyatlar və onlardan istifadə yox. Məncə budur. Dəqiqə. İti dövründə bundan sonraki bölmədir. Tapdım. 125-dən mənim. İndi suallarınızı verin. 125-dən 181-ə qədər yadımdadır ki, o vaxt az vermişdim ki, siz imtahana hazırlaşırsınız deyə. Bir şey. 132. 132. Aha, buyuracaqsan. Sxemdə qara metallurgiyanın texnoloji mərhələləri verilmişdir. Rəqəmlərin yerinə uyğun sözləri müəyyən edin. Deməli, polad. Hasil edəndən sonra nə edirlər? Hasil edəndən sonra nə edirlər? Saflaşdırma. Ay, sağ ol sənin. Saflaşdırma. Saflaşdırdılar və konsentrat əldə etdilər. Bu konsentratdan nə əldə edərlər? Bax, çuqun mu, dəzgah mı? Sonra polad olacaq bu şey. Çox məntiqi. Mənim dəzgah. İraq olsun. Müəlliməyə bax, konsentratdan birbaşa dəzgah edə bilməzlər. Poladdan dəzgah edə bilərlər. Ona görə çuqun elə bil ki, əldə edirlər. Çuqun. Bax, təzədən deyirəm, bu çox önəmlidir. Qara metallurgiyanın mərhələləri. Birinci, hasilat. Hasilatdan sonra hasil edirlər o qazıntını. Sonra neynirlər? Saflaşdırırlar. Saflaşdırandan sonra konsentrat əldə edirlər. Sonra çuqun, çuqundan polad, poladdan da boru, res və prakat. Beybəndi. Qızlar buyurun. 136 var mənim məsələn. Okey. 136. Zərnigar oxu. Deyir ki, hesabat ilində ay ölkəsində istehsal olunan ümumi daxili məhsulun həcmi 80 milyarddır. Sonra dollar olmuşdur. Onun 75% xidmət sahələrinin, 15% isə sənayenin payına düşmüşdür. Kənd təsərrüfatında istehsal olunan məhsulun dəyərini hesablayın. Bəli. Orada məsəl üçün xidmətlə sənaye neçə faizdir? Xidmətlə sənaye
Biri 75'ti, biri 15, Cəmi nə qədərdir? 90. Ay, 90. Yaxşı. 90% varsa, bəs nəyə nə qədər qalır? 10. Nə qədər qalır? 10% qalır da. Ay, 10% qalır. İndi neyniyək? Tənasibi qur. 80'e x 80 ümumidir. Ümumi neçə faiz olur? 100. Ay, sağ ol. 80. 80'ə 100, x-a da 10%. Dik hesablayayım. 80'e 100, x adı 10. 8 eləyər də. Əlbəttə 8 gələr. Növbəti Ay, tamam. qızlar. 140. Hamısını deyin. Hı hı. Aha, buyuracaqsan. Cədvələ Cədvələ əsasın düzgün. əsasən düzgün sıraları müəyyən edin. Bəli, ES, sonra SES, bir də ki AES var. Bunu ümumiyyətlə başa düşmədim mən bunu. Nəyin Yox, sırasını müəyyən edirik? Ha, belə, Nəyə belə. əsasən? Bax, tutan Niderlandda ES varmı? Norveçdə SES varmı? Fransada AES varmı? Belə. Deməli, mən bir dənə baxmanda oxuyum, indi deyib fikirləşim deyirəm. Müəlliməyə bax, sizə bir ipucu verirəm. ES olan yerlərin nefti qazı var. SES-də çayı var. AES-də konkret ölkələrdə olur atom. Hər yerdə olmur. Onda bir dəqiqə. D. İndi izah elə, məsəl üçün, ikini niyə çıxdın, nə bilim, o birini niyə çıxdın, niyə o birini saxladın, bax, belə istəyirəm. Mənim ES Niderlandda var, bəli, bu düzgündür. Niyə? Amma ES-də, daha doğrusu Niderlandda hansı faydalı qazıntı var ki, deyirsən ki, orada ES var? mən qaz. Ay, sağ ol, əlasan, qaz. Əla. Bunu hətta orada Holland sindromu deyirik də, o olur. Bəli, bəli. Sonra burada SES-ə Norveç deyir, bu da düzgündür. Ay, sağ ol. Çünki Norveçin çayları demişdik, qısadır, gürsuludur və hidroenerji ehtiyatları var. Bu da əla. AES-dəki müəllimə, yəni ən yüksək payı olan da Fransa. Ona görə də AES-i də götürürük. Bəli, bəli. Birinci sıra düzdür. İkinci sırada deyir ki, ES İsveçrədir, amma səhvdir bu. Əlbəttə, İsveçrə. Əsasən SES-lə AES var idi, düzdür müəllimə? İsveçrə. İsveç, Norveç, İsveç ES dərsin. ES yox, üzr istəyirəm, SES. SES, bəli. Sonra SES, Kanada düzdür ikinci sırada. AES deyir burada Çinə, amma ən çox Çində ES-lərdir, AES deyil. Ona görə getdi bu da. 2 getdi. Sonra 3-də deyir ki, ES Polşa, bəli, kömürlər var Polşada. Ona görə ES, ona görə düzdür bu Polşa, ES. Sonra SES deyir ki, Belarusdur. Belarusda mənim yoxdur. Əsasən O ES-lər qədər əhəmiyyətli çayı yoxdur, əlasan. Bir də AES də deyir Koreya, düzgündür Koreya. Sonra 4-cü sırada deyir ki, ES Rumıniya, bəli. Həm ES də var, SES də var idi. Amma ən çox ES önəmlidir Rumıniya üçün, yəni çoxdur. Sonra SES deyir Braziliyaya. Bəli, bu da doğrudur, düzgündür. AES-dəki Belçika, bəli, hələ ən çox Belçika enerjini AES-lərdən alır. Çox gözəl. Doğrudur. Növbəti. 144. Sxemdə maşınqayırma sənayesinin məhsul istehsalı strukturu verilmişdi. Onların aid olduğu ölkələri müəyyən edin. Deməli, birinci budur. İzləyirəm, fərqli olanları. Bu qəşəng bir şeydir. Ləzgi avtomobil gəmi. Burada elə bil ki, elektrotexnika burada da var. Dəzgah ikisində də yox. Gəmi hər ikisində var.
avtomobil hər ikisində var. Burada bir elektrotexnika var. Burada da dəzgah qayırmalar fərqli olanlar. Amma bu yəni Yəni bunun bir ortaq olanlar bizə nə mənası var ki? Yəni bu nə kömək edir bizə? bax bu gəl 3-ü tapaq, digərlərini sonra taparıq. 3-də EHM var, aviasiya, kosmos var. Bu necə ölkə olar? Necə ölkə seçməliyik 3-ə? İnkişaf etmiş. Çox güclü inkişaf etmiş. İndi 3-də hansıları qalsın? 3-də qalsın ABŞ, B. Bir də Bir də A. Fransa. Ay sağ ol. D, yeni çıxdıq. İndi bax dəzgah burdadır, elektrotexnika burdadır da. Məsəl üçün Elektrotexnika Fransa. Yaponiya. Ay sağ ol. Texnika B variantı. bəli, Avstraliyada olmaz. Almaniyada dəzgah filan olar. Bəli. Yəni orada məişət cihazı fərqli olur. Düz deyirsən. Bax bu burada budur, burada budur. Elektrotexnika hər ikisində var. Bu məişət cihazı bütün Yapon məhsullarından istifadə edirik də. Tostoran, nə bilim, robot tostoran, nə bilim, indi o şey də edib də, səhv eləmirəmsə, robot insandır, o hərəkət edir, çay falan gətirir. O Yaponlar daha meyillidir onlara. Ona görə düz seçmişik. Növbəti. 152. İraq olsun. Elm tutumlu maşın qayırma sahələrini seçin. Deməli, Elm tutumlu. biri götürürük. Biri bu nə deyir? Təzədən oxu, birinci çıx, sonra da davam elə də. Orada nə Deməli, var ki? kənd təsərrüfatını çıxırıq məncə. 5 çıxdı. Yes. Ay, yox. Aha. Sonra 2 də çıxdı. Elm tutumlu deyirsən. 4-ü də çıxıq. Ha, bu nədir? Çünki mənim elektroenergetika deyir. Yəni bizə maşın düzəldən bir şey lazım. Elektroenergetikaya nə daxil idi? Necə yəni mənim nə daxil idi? Aha, nələrdə, hansı sahələr daxil idi? Elektroenergetika. Elektroenergetika nələrdənsə enerji alanlar da, məsələn, Ay sağolda, İES, KES, VES, GOS, alternativ enerji. Elektronika qaldı, elektrotexnika qaldı. Mənim hələ tapdıqda 1-3-6. Bəli, heç özümüzü incitməyə belə gərək olmayan bir sual. Növbəti. 156. Pambıq parça. Afrika. 1. Afrikadakı alanların hamısını gətirə bilərik elə. 1, 4, 3. Yox. Ya, onda mənim 1, 4, 2. Birin başını bıraq. 2. Misir razıyam. 2, 4. Bir də 6. 5. 5. Mən biri niyə gətirmədik? Bir də çünki pambıq parça olmazdı. Burada pambıq əkilər səhranın ortasıdır. Mən 3-də bəs 3 nə olmaz? 3 cardır. Orada da əkilmir də pambıq. Yəni Afrikan gələn kimi elə bildim hansı alacaq müəllimə. Hayır, o kadar basit değil. Bəli. Sonra 165. Aha.
xəritəsxana əsasən neft hasilatı fərqlənir. Bu sual çətin deyil axı. Öyle. Deməli 3 Carda neft yoxdur mənim gözəlim. Carda almaz filan var. ay hə, doğrudan. Götürürük müəllimə. 6 Bəli. 6-nı götürdük. Bəli, 5 Ay, bir də Moğolistan'da neft var. 5 demək istəmirdim, amma 1 demək istəyirdim. 1 6 Bir bir İspanya'da. də 2 6 4. Əlbəttə, Əlcəzair. Ya bayaq 2 dedim amma. İstəmişəm çox. 4 6. Növbəti. Mənim 179. Aha, yenə sən bu ehemlər. Bir. Amma əslində bunlar asan suallardır. Çox asan. Prosta yəqin nəyisə fikrim yayınır. Aha, ehem üçün kompüter istehsal etmək üçün sənə nə lazımdır düşüncəsindən gedirik. Şirin su mənbəyi. Hə, şirin su oldusa hər şey olur ha. Deməli C. Əlbəttə C. Toxuculuq məhsulu. Pa. Toxuculuq üçün əsasən Y. Əlbəttə Y. Traktor qayırma. Anadakı D. Əlbəttə C, Y, D. 180, 181 varmı kızlar? Xeyr müəllimə, bu qədər. Mənim məsələlər var idi məndə. 170, Hamısı. 73, 74. Bir də bayaqdan əzizim. Suallarını versin gözlədim o gün. Yo, elə eləmirik kızlar. Bir-birimizi gözləmirik. Yaxşı, oxu. Deyir ki Ümuminin ümumi ölkə xaricindəki payı ÜDM-nin 15%'dir bu. Bəli. 15% qədərdir. Ümumi 22 milyard dollar, ÜDM 30 milyarddır. Dollar olarsa xarici şirkətlərinin ÜDM-dəki payına neçə milyard dollar olduğunu tapın. Aha, indi müəllimə ÜDM nəyə bərabərdir, ümumi nəyə bərabərdir? Bunun mən yazdıran düsturunu bilsən, məsələ qurtardı. Mən yazdıran düsturunu bilməsən, məsələn işləyə bilməyəsən. Ümumi Aha. 2 milyard. Yo, düstur. Düstur var. Bilmirəm ki, mən Ay Allah, tapmadım. ay Allah, özümü hara atım, harda öldürüm. Suyu, Firuzə, kömək eləyin. Firuzə burdadır mı? Firuzə elə bir çıxırdı tez-tez. Firuzə, var Firuzə. De suya. Burada məncə şey eləməli idi. Bir də mən tam oxuyum. Yox, mənə lazımdır. Ümumi nəyə bərabərdir, ÜDM nəyə bərabərdir? Deməli ümumi daxili məhsul odur ki, həm öz ölkədə olan məhsulların qiyməti, həm də ki, öz ölkəmdə olub xarici şirkətlərin mənə gətirdiyi qazanc. Ümumi, yəni budur. Ölkə daxilində ölkəyə məxsus şirkətlər, ölkə daxili ÖŞ plus ölkə xaricində ÖŞ. Oldu mu? Bu ÜDM-dir. Yəni sizə uzun yazın da. Demək, ölkə daxilində ölkəyə məxsus şirkətlərin istehsal etdiyi məhsul, bu da ölkə xaricində ölkəyə məxsus olan şirkətlərin istehsal etdiyi məhsul ÜMM-yə bərabərdir. Razılaşdıq bundan. İndi 3 ildir qəbulda bu ÜDM ümumi məsələlərini görürük. Bax qızlar, buna çox ehtiyacımız var. Birini mən işləyəcəm, o birisini sizə verəcəm. Amma mənə nə lazımdır? İzah ki, bu necədir? İndi ÜDM ölkə daxilində
ölkə şirkəti, ölkəyə məxsus şirkət, belə yazıram. Plus. Ölkə daxilində xarici şirkət. Oldu mu? Müəllimə, mən də bunu dedim də elə. Bildim də əzizim. Sistemli şəkildə dedik də, ölkə daxilində ölkə şirkəti, ölkə daxilində xarici şirkət. Razılaşdıq. Demək, bunlar üçün ortaq ölkə daxilində ölkə şirkətidir. Bunu da bir yadımızda saxlayırıq. İndi keçirik bura. Deyir, ÜMM-nın ölkə xaricindəki payı ÜDM-nın 15%-nə bərabərdir. ÜMM 22 milyarddır, ÜDM 30-dur. Aha, qızlar, bax, nə deyirsə yazırıq. Bax, ÜMM 22-dir. Bax, bunu belə eləməliyik. 22-dir. ÜDM 30-dur. 30. Bu sxemlə bütün məsələləri işləyə biləcəksiniz. Bir dəqiqə gözləyim. Bunu belə düzəldim. Aha, əla. Bunu başqa bir şriftdən yazım. İndi deyir ki, bir dəqiqə. ÜMM-nın ölkə xaricindəki payı, baxın bu, ÜDM-nın 15%-dir. ÜDM qızlar 30-dur. 30-un 15%-ni tapmaq üçün 30-u vururam 15-ə, bölürəm 100-ə, o da edir 4.5. Gördünüz, tapdıq. İndi ölkə daxilində ölkəyə məxsus şirkətləri tapmaq üçün 22-dən 4.5-i çıxıram, o da edir 17.5 məncə. Hə, 17.5. Oldu mu? İndi qızlar, neyniyəcəm? Gəlirəm bura, bunu tapmışam axı. 17.5-i yazıram bura. Baxın. 17.5-in üstünə neçə gəlsəm, 30 olar. Əlbəttə ki, 12.5. Cavabımız 12.5 oldu. Razılaşdıq? Başa düşdük? Başa düşməsəniz deyin, yenidən izah eləyəcəm. Aydındır müəllimə. Yəni, bizim məsələmizin türklər demiş kilidi budur. Ölkə daxilində yerli ya da ki, milli şirkətlər, indi mən ölkə şirkəti yazdım. Ölkə xaricində yerli şirkətlər, ölkə daxilində yerli şirkət plus ölkə daxilində xarici şirkət. Bunu qeyd eləyin, gənclər. İndi mən sizə verəcəm məsələni, vaxt verəcəm. Ondan sonra siz məsələni həll eləyib mənə izah edəcəksiniz. Razılaşdıq? Oldu. Bitirəndə mənə deyin. Yazdım müəllimə. Okay. Zərnigar yazdım. Yazırım müəllimə. Yazdım müəllimə. Okay. Onda gənclər, işləyirsiniz 174-ü. Orada 57-dir də, 57, 18, 57. 13 dəqiqə vaxt verirəm. Düstur var, izahınız var. Bitirəndə bitirdim deyin. 174-ü də müəllimə. Ay sağ ol, 174.
Yazdım müəllim hemen. Hı hı. Bir dakikamız kaldı. Zərnigar. Yazmışam müəllimə. Hı hı. Yaxşı. Amin, sən yaza bildin yoxsa necə? Yox müəllim. Hə, okey. Onda biz izah eləyərik. Narahat olma. Zərnigar xanım bunu bizə izah eləsin ki, necə yazıb deyə. Deməli müəllimə burada bizə Hı hı. ünvanı veribdi 76. Dayan, əsəbləşmə, qoy yazım üstünə. Dayan, dayan. Bax, buzun bu. Yəni imtahanda da qabağınıza çıxanda ərinməyib bunu çəkin. 3-4 ildir üdümü ümumi məsələsi düşünün. Aha, de gəlsin. Ünvanı verib bizə 76. Bax, gətirdim, yazdım. Aha, Ünvanı isə 80 veribdi. aha, bax bunu da yazdım. Daha sonra burada ümumunu xaricdəki həcmini 23 veribdi. Hı hı. Bizdən də istəyib burada ünvanının xarici şirkətlərinin payı neçə faizdir? Aha, de gəlsin indi neyniyim? Ətəridim. Burada müəllimə, deməli ümumunu xaricini həcmini verir 23, ümumi burada 80-dir də. Aha. 23-ün üstünə neçə gəlsəm 80 eləyər. Əlasan. Aha, 57 tapdım. əla. Və beləliklə aşağıdakı da ÜDM-in ölkə daxilindəki Ha, 57 olur. ay, sağ ol sənə. ÜDM 76-dır. Burada 57-ni tapdıq. 57-nin üstünə neçə gəlsə 76 eləyər. O da eləyir 19. Hı hı. İndi neyniyək? İndi ÜDM-in payı neçə faizdir? Hı hı. Xarici şirkətlərin payı. Xarici şirkətlər. 19-u vuraram. Aha. 80-ə bölərəm 100-ə. 80-dən nə işin var? Müəlliməyə bax. ÜDM neçədir? Ümumi ÜDM. ÜDM 70. 76 çaşdım 80-yə. Demək, 76 neçə faiz olur? 76-nı 100%. bəli. 76 100%. Aha. 19 dollar X. Ay, sağ ol. 1900-də 76-ya böləndə 35 eləyir. X bərabərdir 35. Başa düşdünüz gənclər? Bəli müəllimə, mən də elə yazmışdım. Hı hı. Amin, sən başa düşdün? Biraz müəllim belə. Aha. Yəni bu düstura ehtiyacımız var. Başa düşdünüz? Bu düstura ehtiyacımız var. Gəlin bir dənə də denəyək gənclər. O qədər ağzım öyrəşib qızlar. Hə. Gəlin bir dəfə də baxaq. Bilirsiniz niyə? Yenə deyirəm qəbula düşüb. Elə şey var, demək olar ki, üstündə durmuram. Amma bu çox önəmlidir də. Mən elə bildim siz okeydir, yəni. Problem yoxdur ona görə. Aha, getdik. Bu daha fərqli formasıdır. Amma bizə
Lazım olan düzdür. A, vaxt vermədim. 04-dür. 7-də, 07-də. Yazdım mən. Hı hı. Mən onu yaza bilmədim. İraq, Ziyarəyə gedib gəldim. İraq olsun. Mən izah eləyim müəllimə yazdığımı. Hı hı. Amin, səndə vəziyyət necədir? Başa düşdüm müəllim, yaxşıdır. Hı hı. Əla. O zaman biz Soyal'ı dinləyək. Buyurunuz Soyal xanım. Deməli burada deyir ki, xarici şirkətlərin istehsalı 25 milyard manatdır. Yerli şirkətlərdə bu xarici şirkətlərin 40%-nə bərabərdir. Hı hı. Bizdə deməli birinci tapmalıyıq 25-in 40%-ni tapmalıyıq da. Yəni 25 vururuq %40-a. Bu eləyir 10 milyard manat eləyir bu. Sonra Bir nə dənə ki biz əsəbləşmə, BDM bir dənə hesabı əsəbləşmə. Ölkə daxilində xarici şirkətlər. Ölkə Hı. daxilində xarici şirkətlər. Bax, bura 25 yazıram. Düz deyirəmmi? Hı. Yerli şirkətlər, yəni yəqin ki, ölkə daxilində yerli şirkətlər bunları deyir. Hı. Xarici şirkətlərin istehsal etdiyi məhsulun həcminin 40%-nə bərabərdir. Və Soyal nə Hə. edir? Bu xarici şirkətin istehsal etdiyi məhsulu, yəni 25-in 40%-ni tapıb 25-i 40-a vurub, bölüb 100-ə, o da edib 10. Bundan sonra məncə hər şey asan. Hə, deməli, sonradakı ÜDM-i tapmalıyıq. Bunun üçün də toplamalıyıq da. Ay, 10 milyard manat üstə gəl 25 milyard, bu da eləyir 35 milyard. Ay, sağ ol səni. Yəni burada əlavə nə bilim gedim ümumini tapın falan söhbəti yoxdur. Rahat şəkildə həll etmək olur. Zərnigarcığım, anladıqmı? Bəli, müəllimə. Başqa sualımız varmı? Xeyr. O zaman sevimli bölməm olan əkinçiliyə keçirik. Suallar çox sadədir. Əkinçilikdə. Bir dənə baxım neçə sualdır? 152 sualdır. Aha. Belə gedək də 5-5 işləyək. 5-5. Bir o zəng görmürəm mən. Çıxıb yəqin. Buyur Zərnigar, başlayaq. 5-i səndən. Amma izah edə-edə. Başladım. Deməli, kənd təsərrüfatının ixtisaslaşmasına daha çox təsir edən amillər. Tələbat rayona yaxınlıq, xammal, torpaq, iqlim, relyef və təbii yem bazası,
Əhalinin tələbatı, sıxlığı və artım sürəti, yanacaq xammal, bir dəqiqə, ülkə təsərrüfatı ixtisaslaşmasına daha çox təsir edən. Əhalinin tələbatı var idi da, onun sıxlığı, artım sürəti var idi. Y də ola bilər əslində. İşçi qüvvəsi. Mən burada cəmiyyəti Əlbəttə, müəlliməyə bax, əhali C İraq olsun. Y olur. Müəlliməyə bax, taxıl əkməlisən. Nə lazımdır sənə? Hə. Peki. Torpaq, iqlim, relyef və təbii bir yem bazası. Anam, bu sualı başa düşmədim mən. Müəlliməyə bax, bir yerəyə nəsə əkmək üçün sənə nə lazımdır? Tərcüməsi. Torpaq lazımdır. Ha. Sonra? Torpaq, iqlim, Aha, iqlim. relyefdə təbii yem bazası lazımdır. Ay sağ ol. Bu kadar basit. Yadıma düşdü. Bir bay. Sınavların düzgün aparılmaması nəticəsində torpaqdan istifadə intensivləşir, torpağın məhsuldarlığı artar, iqlimin kontinentallığı artar, soranlaşma və bataqlaşma baş verər. Soranlaşma və bataqlaşma baş verir. Ay sağ ol. Müəlliməyə bax, bu nə deməkdir? Bunu da izah edeyim. Tutalım bir torpağa az su tökürsən nə olur? Soranlaşır, quruyur və s. Bir də var, bir yerə çox su tökürsən neyniyir? Bataqlıqlaşır. Bu deyir biz əslində. Sonra üçüncü dedik, Afrikanın ekvator boyu yerləşən ərazilərində kənd təsərrüfatının zəif inkişafının səbəbləri. Kənd təsərrüfatı məhsullarına ehtiyacın az olması, buradakı boz və boz qonu torpaqların az məhsuldar olması, zəif inkişaf istəkləri, istilik və rütubətliyin kifayət qədər olmaması, keçilməz meşələr, ifrat nəmlənmə şəraiti, sənayenin daha güclü inkişafı, tələbatın az olması. Təsərrüfatın zəif inkişafının səbəbi sənayenin daha güclü inkişafı, tələbatın az olması idi. Ay mənim gözəlim. Afrikada ekvator boyu. Afrikada ekvator boyu. Çox şey deyir Hə. bizə. Bir dənə düzəmə düşdü. İstilik və rütubətin kifayət qədər olmaması. A variantı olur. Ay mənim gözəlim. Ekvator boyunda hansı təbii zona var? Rütubətli, ekvatorial meşələr məncə, hə? Bəli, istilik. İndi müəllimə de görüm. Rütubətli ekvatorial meşələr. Rütubətli ekvatorial meşələrdə problem nə olar? Rütubətin az olması. Deyirəm rütubətli ekvatorial meşələr. Deyirsən istiliyin az olması. Yox, rütubətli olmaması. Deyirəm rütubətli meşədir. Deyirsən rütubətlinin olmaması. Rütubətlidirsə onda istilik çox olur. Bax, burada meşələr keçilməzdir. Təbii zonalardan öyrənmişik. Burada lianalar var, sarmaşıqlar. Bir də ifrat nəmlənmə var. Buna görə də elə bil ki, burada inkişaf etmir əkinçilik. Məntiq. ASK. ASK nə adlanır?
Demək, bir-biri ilə əlaqədar olan sənaye qovşaqlarının birliyi, bitkicilik və yüngül sənaye müəssisələrinin sıx cəmləşdiyi ərazi, kənd təsərrüfatı və toxuculuq müəssisələrinin cəmləşdiyi ərazi. Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye Hansı bənd oldu? düşünürəm mən. Hə, bildim cavab demisən. Burada kənd təsərrüfatının toxuculuq müəssisələrinin cəmləşdiyi ərazi idi. İraq olsun. Aqrar sənaye deyir. Əslində hər şey deyir. Hə, bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Ay Allah. Əlbəttə. Düzdür Bəndə. də. Hə, qorxma. Kollektor drenaj. Şəbəkəsi nə adlanır? Qurut suların səviyyəsinin aşağı salınması üçün tikilən su anbarları, arid əraziləri suvarmaq üçün çəkilən hidrotexniki qurğular, qurut sularının səviyyəsini qaldırmaq üçün çəkilən beton. Burada qurut suları idi. Amma bir dəqiqə. Kollektor drenaj deyil. Qurut suları. Qurut suların səviyyəsini tənzimləmək üçün idi, şoran torpaqlarını yuymaq üçün çəkilən hidrotexniki qurğu idi. Allah səni əla. Yox. Burada Qeydət aha, Yedi. aşağı salmaq üçün su anbarı sözü var. Onu dedim ki, deyil də. Təşəkkür edirəm Zənnigar. Suelcim 6. Mən bir dəqiqə qapını açım gəlirəm. Tamam, aç gəl. Qaç gəl. Gəldim mənə. Dünya bazarında cüt və cüt məhsulları. Mən bu elə cüt oxunur. Cütdə hə, cüt. Məhsulları çıxaran ölkələr və belə adı da burada məncə. Bəli, Cənub-Şərqi Asiya ölkələri. Bu nəyin testlərini mən çox sevirəm, kənd təsərrüfatının. Elə bir çox konkret suallardır. Qızlar indi görəcəksiniz. Ya sual konkret sualdır da. Başqa variantı yoxdur sualın. Pambıq lifi ixrac edən əsas ölkələr, pambıq lifi deməli İndoneziya, Peru, Azərbaycan. A deyil. Sonra A deyil, C də deyil, Y də deyil məncə. Mən Y də elə. Düzdür? Ay, sağ ol. Hindistan, Özbəkistan, Pakistan. Ümumiyyətlə Hindistan, Pakistan nə? Özbəkistan da Mərkəzi Asiya, xüsusilə pambıq. Əsasən tropik enliklərdə becərilən bitkilər. Deməli, bir dənə baxım, hamısını oxuyum. Mən A ilə. Çuğundur, mülayimdir. Çuğundur. Hə. Qamış tropik ya da subekvatorialdır. Çuğundur, mülayim. Qeyd yaza bilərsin, bilirsin. Bəli. Deməli. Kətan məncə mənim deyil də tropikə uyğun, düzdür? Kətan da mülayimin bitkisidir. Bəli, ona görə D-ni çıxırıq sonra.
Y çıxdı, D çıxdı. Mənim D variantı. Yox, D yox, D çıxdı. Mən B. Bakı. Bəli. Düzdür. Bir dənə təzədən baxım. Qamış, qəhvə, təbii kauçuk. Buradan buğda olmur. Buradan kətan olmur. Burada da çulundur olmur. Yes. Əsasən mülayim enliklərdə becərilən texniki bitkilər, mülayim enliklərdə becərilən deyirsə, A çıxdı. Sonra deməli A çıxdı. A çıxdısa mən C. Çulundur, günə baxan kətan. Əla. Bax, buradan qəhvələr çıxdı hamısı. Bəli. Celtik. Nə işi var bunun burada? Qamış da çıxdı. Bəli, Kətan da çıxdı. Deyərsiniz o əkilmir. Əlbəttə ki, əkilir. Amma sizə orada deyir ki, əsasən. Bəli. Torpaq fondunda əkin sahələrinin payı yüksək olduğu ölkələr, deməli, C, D, Y çıxdı, düzdür. Səhvdir mənimlə Yox, çıxmırlar. düz deyirsən. C, D, Y. Əkin çox əkilən yerlər. Əkin çox əkilən deyirsə əgər Y. Aycan. Mənimə səsim gəlir. Mənimə səsim gəlir. Aha, gəlir. Bangladeş, İraq olsun. Hələ bir Mənimə baxım. səsim gəlir. Aha, mənimki deyəsən sənə gəlmir. Eşidirsən Soyal məni? Mənim internetim getdi, ona görə indi eşidirsiniz. Aha, mən səni çox rahat eşidirəm. Çox rahat. Hə, mən Y demişdim mən. Mən də Bangladeşin altından qırmızı xətt çəkmişəm. Ki səhvdir. Yəni. Mən dedim də D, Y, C çıxır. Məncə düz yox çıxmır. Yo, dedim düz deyirsən. Hə, mənim internet getdi ona görə. Böyle say. Mən belədirsə mən A. Əlbəttə az. ABŞ, Çin, Avstraliyada da əkin sahələri daha çox paya malikdir. Zənnigar 11. Aşağıda verilən xüsusiyyətlər Asiyanın hansı regionuna aiddir? Pamir, Tian Shan. Müəllim bağış niyə işıqlar keçmişdi ona görə çıxdı. Zərər yoxdur, Amin. Rekord etmişəm. O həmin hissəsinə baxarsan. Başla. Aha. Buyurunuz Zənnigar xanım. Deməli, burada Pamir, Tian Shan və Altay dağları yerləşir. Aha. Pambıqçılıq inkişaf edib deyirsə, Asiyada olur da. Əlasan. Hansı Asiyaydı? Bir də o birlərinə baxım, ölkələrin okeana birbaşa çıxışları yoxdur. Cənubda var idi. C, Y, D-ni çıxsam, Şərqi ilə Mərkəzi Asiya qalır. Pamir, Tian Shan, Altay dağları yerləşir. Mərkəzdə yerləşir də, Mərkəzi Asiya. Ay, sağ ol səni. Mərkəzi Asiya. 12. Şəkər çulunduru əkinlərinin geniş sahə tutduğu düzənliklər. Meksika yaylısı, Şərqi Avropa düzənliyi. Bəli, Şərqi Avropa düzənliyi var idi. Amma burada Meksika yaylısı var. Dəm qalsın. Turan ovalığı, Amazon ovalığı. Bunu götürməyək. Çünki Şərqi Avropa düzənliyi yoxdur burada. C-də də Şərqi Avropa düzənliyi, mərkəzi düzənliklər.
qalsın. Konqo çökəkliyi xeyr. D-ni çıxaq. Braziliya ailəsi mərkəzi düzənlik. Burada heç Şərqi Avropa düzənliyi yoxdur. Buna çıxsaq. Hansı qalmışdı? C ilə A arasında qaldım. Tamam. Digər. Meksika ailəsi bir də mərkəzi düzənlik. Hansını götürərəm? Meksika ailəsi olmaz da burada onda. Mərkəzi düzənliyi götürərəm. C variantı. Ay, sağ ol sənin. Mülayim. Çuğundur mülayimin bitkisidir. Yadımızda saxlayaq. Davam edək. 13-də. Daxila olan tələbatını icra əsasında ödəyən ölkələr. Nə demək istəyir görəsən? İcra əsasında ödəyən Yəni necə ödəyir? deyadmışam. Yəni bu ölkənin taxıla tələbatı var. Alır. Həmin taxılı alır. Özü əkmir, alır. Xaricdən Özü alır. Və əkmir, alır. Hə, özü əkmir, alır. Deməli, Yaponiya var, Gürcüstan var, Əlcəzair var. ABŞ, Braziliya, Yaponiya. Belçika özü əkirdi də. Yox, Belçikada alır, amma Kanada əkir. Hə. Çünki qəşəng torpaqları var. Bunu çıxsaq. C-də Qazaxıstan özü əkir. C-ni geri çıxdım. Gürcüstan və Əlcəzair 100%dir. Yes. A variantında var deyirəm. Ay, sağ ol. Bax, buradan Almaniyanı məsəl üçün çıxacam. Buradan Qazaxıstan əlbəttə. Buradan ABŞ, Braziliya, Yaponiya, Gürcüstan, Əlcəzair. A bəndi. 13-də. 14. Şəkər qamışı plantasiyaları geniş yayılan ölkələr. Şəkər qamışının yayıldığı ölkələr. Qamış. Burada var Braziliya, Hindistan, Kuba, Türkiyə, Polşa, Kuba. B-də Türkiyəni çıxarıq. Daha sonra Müəllimə, bax, qamış mülayimin, daha doğrusu subekvatorial subtropikindir. Mülayimləri çıx. B-dən nəyi çıxaq? Mülayimdə yerləşən hansı ölkəni çıxaq? Kolumbiyanı çıxarıq. Yox, olsun. B-dən Polşanı. C-dən Kolumbiya deyildi. yox. Kolumbiyada qamış əkilər. Kanadaydı. Kanada əlbəttə ki. D-dən mülayim yerlər. Sudan. Bir dəqiqə. Finlandiyaydı. Pardon, Finlandiya. Əlbəttə Finlandiya. Y-dən Y-də isə Çilini çıxar. yox. Şirini çıxın. Kuba deyil. Belarusu çıxırıq da onda. Belarusu çıxırıq. Cavab avtomatik qalır. A bəndi. 15. Görək nə deyir 15-də. Aha. Arid iqlimə malik olan ərazilərdə əkinçilik fikrini tamamlayın. İşçi qüvvəsi tələb etmir.
Suvarma tətbiq etmədən mümkün deyil. Yüksək məhsuldarlığa görə seçilir. İqtisadi cəhətdən səmərəli deyil. Arid iqlimi səmərəli. İqlimdir müəllimə bax. Arid necə iqlimdir? Necə iqlimdə arid İraq olsun? Rütubətli yoxsa quraq? Rütubətli də. Hey, İraq olsun. Quraq deyəcəm sizə. Səni daha doğrusu. Quraq. Arid quraqdır. Aha. Quraq iqlimdə əkinçilik necə inkişaf etdirilir? Buyur. Quraqdırsa, suvarma olmalıdır da orada. Ay su burada. Burada nə olmalıdır? Su varmı? Tətbiq etmədən quraq yerdə əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Gənclər, növbəti dərsimiz olacaq növbəti həftənin bazar günü. Ona qədər əkinçiliyi tamamlayırsınız. Əkinçilik, bir dənə qrupa kim yazacaq? Yazaram mən. Okay. Yazırsan. Dünya iqtisadiyyatı bölməsi. Dünya iqtisadiyyatı bölməsi. Rekordda eləmişəm. Testdə dünyanın kənd təsərrüfatında əkinçilik 15-dən